YouTube-a baxıb diş müalicə elədilər və ailə 185 milyon dollar qazandı. Bundan əlavə artıq xərçəngin tamamilə dərmansız və kimya terapiyasız müalicə üsulu aşkarlanıb. Ərinin xəyanətini öyrənən qadın isə onun cinsiyyət orqanını kəsib, özündən də su bişirib. Bu və digər maraqlı tibb xəbərlərini öyrənmək istəyirsinizsə, bilmək istəyirsinizsə, diqqətiniz bizdə olsun. Xatırladım ki, Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Artıq dərmansız və kimyoterapiyasız xərçəngin müalicəsi mümkün olacaq. Bu xəbəri vermək mənim üçün çox sevindirici haldır. Çünki milyonlarla insanın məhz bu xəbəri gözlədiyini bilirəm. Ümid eləyək ki, tezliklə alimlərin bu yeni kəşfi tətbiq olunacaq və digər xərçəng dərmanını tapan insan kimi bu alimlər də qətlə yetirilməyəcək. Alimlər xərçəng hüceyrələrini işıqla məhv etməyin yolunu tapıb. Amerikalı alimlər dərmansız və kimyəvi müalicə olmadan xərçəng hüceyrələrini məhv etməyə imkan verən yeni üsul hazırlayıb. Bu texnologiya yaxın infraqırmızı işığın təsiri ilə hüceyrələrin fiziki yolla dağılmasına əsaslanır. Rice Universitetinin, Texas Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, tibbi vizualizasiya üçün istifadə olunan aminosanin adlı molekulyar xərçəng hüceyrələrinə yapışır. Daha sonra bu hüceyrələr yaxın infraqırmızı işıqla şüalandıqda molekulyar intensiv vibrasiya başlayır. Bu vibrasiya hüceyrə membranını mexaniki olaraq dağıdır. Laboratoriya şəraitində bu üsul melanomanın 99% hüceyrəsini məhv edib. Təcrübə aparılan siçanların yarısında isə tam sağalma qeydə alınıb. Üsul kimyəvi maddələr və gen modifikasiyası istifadə etmədiyi üçün yan təsirləri azdır və orqanizmin müqavimət mexanizmini pozmur. Gələcəkdə qırmızı işıq xərçəngə qarşı güclü silaha çevrilə bilər deyə alimlər bildirir. Xoş xəbərin ardınca bəd xəbəri verirəm ki, ilahi balans pozulmasın. Yenə Çin, yenə virus, yenə ölümcül virus. Baxaq. Çində 2 ölümcül virus aşkarlanıb. Çinin Yunnan əyalətindəki endemik xəstəliklərə nəzarət institutunun alimləri yarasalarda insanlar üçün təhlükəli olan Nipah və Hendra viruslarına genetik yaxın olan 2 yeni virus aşkarlayıb. Bu patogenlər beynin şiddətli iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. Bu barədə araşdırma PLOS Patogen jurnalında dərc olunub. 4 illik araşdırma çərçivəsində mütəxəssislər Yunnan əyalətinin 5 rayonunda toplanmış 10 növdən olan 142 yarasanın böyrəklərini tədqiq edib. Alimlər yüksək məhsuldarlıqlı DNT sıralama metodlarından istifadə edərək 20-si əvvəllər elmə məlum olmayan 22 virus aşkarlayıb. Nipah və Hendra virusları meyvə bağlarında aşkar edilib. Tədqiqatçılar çirkli meyvələr vasitəsilə yoluxma təhlükəsi barədə xəbərdarlıq edir. Alimlər virusla yanaşı yeni bir protozoo növü olan Klebsiella yunanensis və 2 bakteriya növünü də müəyyən ediblər ki, onlardan biri əvvəl məlum olmayan və Flavobacterium yunanensis adlandırılıb. YouTube-a baxıb həkim oldular, insanların dişini müalicə elədilər. Üstəlik ChatGPT-dən diaqnozları və digər simptomları öyrənib, insanlara diş həkimiyəm deyib uzun müddət 2 ilə yaxın fəaliyyət göstərdilər. Nəticədə nə oldu? Bircə şikayət üstündən həkim olmadıqları, fırıldaqçı olduqları üzə çıxdı. Sonra nə oldu bilmək istəyirsinizsə, diqqətlə izləyin. Pasiyentləri internetdəki videolara baxaraq müalicə edirdilər. Çexiyada 22 yaşlı gənc və onun 2 ailə üzvü, anası və qohumu 2 il ərzində lisenziyasız stomatoloji xidmət göstərib. Klinikanın əsas həkimi heç bir tibbi təhsil almamış 22 yaşlı gənc olub. Diş müalicəsini isə YouTube videolarından və ChatGPT-dən öyrənib. Ailənin tibbi ixtisası olmasa da onlarla pasiyenti qəbul ediblər və 140 min avro, təxminən 277 min manat qazanıblar. Onların pasiyentləri xidmətdən razı qalıblar, lakin bir şikayət dələduzların qurduğu yalan mexanizmini ifşa edib. Onlara qarşı qanunsuz fəaliyyət, dərman dövriyyəsi və digər ağır ittihamlar irəli sürülüb. Fırıldaqçıların hər birinə 8 ilə qədər həbs cəzası verilə bilər. Limfodinopatiyanın müalicəyə ehtiyacı yoxdur. Daha doğrusu, ayrıca müalicəyə ehtiyacı yoxdur. Həkim bu açıqlamanı səhiyyə.gov.az saytında müsahibə verərkən bildirib. Baxaq.
Limfadenopatiya müstəqil bir xəstəlik hesab edilmir və ayrıca müalicə tələb etmir. Bu hal digər xəstəliklər nəticəsində baş verir və terapiyanın əsas məqsədi onları müalicə etmək. Autoimmun xəstəliklər və bəzi xərçənglər zamanı isə davamlı remissiyaya nail olmaqdır. Bu fikirləri səhiyyə.qo.az saytına müsahibə verən Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim hematoloqu Samirə Həsənova bildirib. Böyümüş limfa düyünlərinin səbəbi müəyyən və müayinədən sonra heç bir xəstəlik aşkar edilməmişdirsə, həkim dəyişiklikləri izləmək və qiymətləndirmək üçün hər 3 aydan bir profilaktik müayinə tövsiyə edə bilər. Ola bilsin ki, xəstəlik gizli formada baş verir və özünü göstərmək üçün vaxt lazımdır deyə hematoloq əlavə edib. Limfadenopatiyanın fəsadlarından bəhs edərkən həkim bildirib ki, limfadenopatiya bir çox xəstəliyin klinik əlamətləridir və orqanizmin sağlamlığınızla bağlı nəyinsə səhv olduğuna dair siqnaldır. Qabaqcıl yoluxucu xəstəliklərlə patogen limfa düyünlərinə daxil ola bilər və onun limfa iltihabına, limfadenotitə səbəb ola bilər. Patoloji limfa düyünlərində şiddətli ağrı, şişkinlik, dərinin qızartısı, bəzən yeringili və ya toxuma ölümü ilə özünü göstərir. Limfadenit qan zəhərlənməsinə, sepsisə, həmçinin infeksiyanın bütün bədənə yayılmasına səbəb ola bilər. Limfadenopatiyanın şübhəsi həkimə müraciət etmək üçün bir səbəbdir deyə Samirə Həsənova qeyd edib. Niyə inəyin, qoyunun ətini yemək bizə normal gəlir, amma cırcıramanın ətini yemək yox? Bu barədə heç düşünmüsünüzmü? Və əgər ehtiyac olarsa və protein almaq üçün həşərat yemək məcburiyyətində qalsanız, bunu edərsinizmi? Alimlər isə ciddi cəhdlə deyir ki, çox ət yeməkdənsə bir həşərat yeyin. Çünki kaloriləri və proteinləri təxminən eynidir. Baxaq, izləyək, maariflənək, bəlkə gələcəkdə lazım ola bilər. Cücülərin qida rasionunda ət əvəzləyicisi kimi istifadəsi proqnozlaşdırılır. Ekoloji rifah vədlərinə baxmayaraq həşərat əsaslı məhsullar kütləvi hal almır. Çünki dad, qiymət və ənənə ət və bitki əsaslı seçimləri tələbatın ilk 2 pilləsinə saxlayır. Bəs həşəratlar nə vaxtsa qida rasionumuzda şah yeməklər siyahısına düşəcəkmi? Nature.com elektron jurnalında dərc olunan son icmalda müəlliflər qrupu həşəratlardan əldə edilən protein məhsullarının əti əvəz edə biləcəyini bildirib. Lakin bu məlumata baxmayaraq toplumlar həşərat yemək fikrini heç cür qəbul edə bilmir. Mövcud sübutlar göstərib ki, həşərat əsaslı məhsullar ət istehlakını azaltmadan əvvəl əhəmiyyətli maneələr aşmalıdır. Hal-hazırda onlar dadın tanınmasını, qiymət ictimaiyyətinin psixoloji hazırlığı və qəbulu baxımından geridə qalırlar. Eyni zamanda getdikcə populyarlaşan bitki əsaslı əvəzedicilərlə birbaşa rəqabət aparırlar. Xəyanət edən kişilər, yaxın oturun, bu xəbəri mütləq izləməlisiniz. Qadın ərinin çılpaq qadın fotolarına baxdığını görüb, onu qətlə yetirib, üstəlik də cins orqanını kəsib, lobyalı sup bişirib. Nəticə etibarilə qadın hazırda həbsxanadadır, yoxsa psixi sağlamlıq mərkəzində? Bilmək istəyirsinizsə, birlikdə baxaq. Ərindən sulu yemək bişirdi. Ərinin xəyanətini öyrənən qadın onun cinsiyyət orqanından yemək hazırlayıb. Braziliyanın Acrelandia şəhərində ərini vəhşicəsinə öldürməkdə təqsirləndirilən qadın həbs edilib. İstintaqa görə o qətliamdan sonra onun cinsiyyət orqanını kəsərək lobya ilə birlikdə bişirib. Polisin məlumatına görə qətlə səbəb qısqanclıq olub. Qadın ərini başqasının çılpaq fotolarına baxarkən yaxalayıb. Dindirilmə zamanı qadın törətdiyi cinayətə etiraf edib və yemək hazırlayarkən mərhumun bədəninin bir hissəsindən istifadə etdiyini təsdiqləyib. Lakin o, yeməyi özünün yeyib yemədiyini dəqiqləşdirməyib. Qeyd edək ki, qısqanclıqdan olan qətllər patoloji qısqanclığın, yəni psixi pozuntunun ekstremal nəticəsi ola bilər. Bu vəziyyət obsessiv və ya delüzyonal strukturlu olaraq psixiatrik diaqnoz tələb edir. Frontiers in Neurology jurnalında Parkinson xəstələrində delüzyonal qısqanclıq və əlaqəli qətl hadisələri haqqında məqalə dərc olunub. Məqalədə qısqanclıq zəminində qətlin psixi pozuntu nəticəsi olduğu deyilir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Sosial şəbəkələrdə də bizi izləməyə davam edin və mütləq izlədikdən sonra şərh edin. Çünki geri dönüşləriniz bizim üçün çox vacibdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.